Salam, hörmətli tamaşaçılar. Bugün Reaksiya TV-nin yeni başladığı layihənin növbəti verilişidir və sizin ötən buraxılışa münasibətiniz və sizin bu verilişi yüksək qiymətləndirməniz bizi yenidən bu verilişi davam etdirməyə və bundan sonra da tez-tez bizi görməyinizə səbəb olacaq. Və bugün ikinci verilişimizdir və bildiyiniz kimi burada sadəcə politoloqlar və sizin tanıdığınız politoloqlar iştirak edəcək və fərq odur ki, bu politoloqlardan biri məhz aparıcı kimi iştirak edir. Və bugünkü qonağımız isə sizə çox yaxından tanış olan Aytan xanım Qurbanovadır. Aytan xanım gəncdir, gənc politoloqlar nəslinə aiddir. Amma artıq gənc olmasına baxmayaraq artıq yetərincə tanınıb. Əlbəttə ki, mövzumuz Yaxın Şərq olacaq. Yaxın Şərqdə baş verən proseslər və onun dünyanın digər nöqtələrinə etdiyi təsirlərdən danışacağıq. Bugün bizim diqqət mərkəzində Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Amerika və dünya ictimaiyyətinə müraciəti olacaq. Təbii ki, bu müraciəti çoxdan gözləyirlər və müraciət elan olunandan o baş tutana qədər, prezident müraciəti bitirənə qədər hamı diqqətlə dinlədi. Çünki Trump'dan böyük ümidlə Yaxın Şərqdə baş verən proseslərlə, müharibə ilə bağlı nəsə yeni bir şey gözləyirlər. İndi baxaq görək, bu doğrultdumu, yəni cəmiyyətin, ictimaiyyətin, Amerika xalqının və dünya ictimaiyyətinin gözləntisi doğrulmadı və bugün məhz Aytan xanımla onu müzakirə edəcək və Aytan xanım, təbii ki, ilk sualım bu olacaq. Trump'ın 2 gün bundan öncə müraciəti və bu müraciətdən doğan nəticələr, yaxud da ki, bu müraciət Yaxın Şərqdə baş verən hadisələr, müharibə ilə bağlı nə dedi və nəyi biz gözləyə bilərik, nəyi biz müəyyənləşdirə bilərik özümüz üçün. Buyurun Aytan xanım. Çox sağ olun Əli müəllim. Verilişinizin xeyirli olmasını arzu edirəm və davamlı olmasını arzu edirəm və əminəm ki, yetəri qədər bu diskussiyalar həm cəmiyyətimizə mövzu ilə bağlı məlumatlandırılması, həm də elmi müzakirə mühitinin formalaşdırılması, doğru şəkildə fikir və istiqamətin formalaşdırılması üçün yararlı olacaq. Uğur arzulayıram sizə. Sualınızla bağlı mən düşünürəm ki, Trump'ın müraciəti əslində indiyə qədər olan bəyanatlarının ümumi bir məcmusu idi. Yəni biz yeni çox yanaşma gözləyirdik bu müraciətdə və daha çox bu müraciətin müharibənin bitməsi istiqamətində real addımları özündə ehtiva edib etməməsi bizim əsas gözləntilərimizdən biridir. Amma biz yenə də eyni ritorikanı gördük. İranın məğlub edilməsi ilə bağlı olan yanaşmaları, eyni zamanda İranda rejim dəyişikliyi ilə bağlı olan fikirləri və bu onu deməyə əsas verir ki, bu müraciət fonunda müharibənin davam edib etməməsi ilə bağlı hələ də konkret fikir ifadə etmək doğru olmasa da, hadisələrin gedişatı onu göstərir ki, müharibə qısa müddətdə bitməyəcək. Ümumiyyətlə, böhran qısa müddətdə bitməyəcək. Hərbi əməliyyatların bitməsi ilə bağlı ehtimallar daha çox səsləndirilirdi. Çünki hava hücumları uzun müddət davam edə bilməz və hava hücumlarla endirilən zərbələr fonunda biz İranda hər hansısa bir formada rejim dəyişikliyinə nail oluna bilməyəcəyini də aydın şəkildə müşahidə etdik. Hətta bunu qərb ekspertləri və bir çox mütəxəssislər də təsdiqləyir. Mönşayımın son müsahibəsi buna ciddi ölçüdə dəstək verən yanaşmadır ki, hava hücumu müdafiə hücumları nəticəsində ümumiyyətlə Amerika Birləşmiş Ştatları və İsrailin İranda hədəflədiyi rejim dəyişikliyinin mümkün olmadığını praktiki olaraq 12 günlük müharibədən sonra praktiki olaraq ikinci dəfə dünyaya sübut etmiş oldu. Və bundan sonraki mərhələdə qura əməliyyatları başlaya bilərmi? Bu ciddi sual yaradan əsas məqamlardan biridir və düşünürəm ki, qura əməliyyatlarının başlanması sadəcə İran üçün fəlakətli nəticələri deyil, eyni zamanda Amerika Birləşmiş Ştatları və İsrail üçün də ciddi nəticələr özündə ehtiva edir. Çünki ilkin ssenarilərdə İranın qısa müddətdə məğlub edilməsi ilə bağlı təəssürat var idi. Biz artıq 28 fevraldan başlayan bir dövrü nəzərdən keçirsək, bir aya keçən bir müharibə dövründə nəinki İranın məğlub edilməsindən, İranın əks hücum əməliyyatlarının da kifayət qədər çox qarşılıqlı zərbə endirməsindən müşahidə etdik. Hətta İsrailin dəmir qübbəsinin keçilməz olması ilə bağlı olan mif də aradan qaldırıldı və zərbələr endirildi. Eyni zamanda ilk dəfə olaraq uzaq mənzilli 4000 kilometrə aşan balistik raketlərdən İran istifadə etdi və Hind okeanında Böyük Britaniyanın və Amerika Birləşmiş Ştatlarının hərbi bazalarını vurdu və bununla da önəmli
mesajlar verdi ki, yəni istəyir rejim dəyişikliyi ilə bağlı olsun, istəyir nüvə proqramı ilə bağlı olsun, istəyir proksi qüvvələrin dəstəklənməsi ilə bağlı olsun, hətta müharibənin quru əməliyyatlarına keçməsi ehtimalı ilə bağlı olsun. Amerika Birləşmiş Ştatlarının və İsrailin səsləndirdiyi təhdidlər çox da asanlıqla reallaşa bilməz və bu sadəcə İsrail və Amerikanın maraqlarına yox, bütün körfəz ölkələrinin və bütövlükdə dünya neft birjasının ətrafında birləşən qlobal güclərin maraqlarını hədəf alacaq və Hörmüz boğazını və bu istiqamətdə İranın təzyiq mexanizmlərini də nəzərə alsaq, Trampın ümumi bəyanatında və müraciətində mən düşünürəm ki, hələ ki proseslərin gedişatına təsir edə biləcək önəmli bir məqam yoxdur. Əlbəttə ki, Trump müharibəni o vəziyyətdə təsvir etdi ki, sanki müharibə artıq Bitib. sona yaxındır. Bitməsə də bir neçə gündən sonra elə Trumpın məhz verdiyi müddətə, yəni aprelin 6-sına qədər bitə bilər. Və təbii ki, məni maraqlandıran əsas məsələlərdən biri də rejim dəyişikliyidir və siz də qeyd etdiniz və mən də o fikirdəyəm ki, İranda rejim dəyişikliyi baş verməyib. Amma yenə Trumpın çıxışına müraciət etdikcə Trump dedi ki, İranda rejim dəyişikliyi baş verib. Bu rejim dəyişikliyi baş verməsini nəyə əsasən deyir, yaxud da ki, İranda bir şəxsin ya digər şəxslərin bir-biri əvəz olması rejim dəyişikliyidirmi? Yəni rejim dəyişikliyi Amerika Birləşmiş Ştatlarının prezidentinin nəzərində bu qədər asandırmı? Və ümumiyyətlə rejim dəyişikliyi baş verib deyildə Trump nəyi nəzərdə tuturdu? Biz əslində 6 aprelə qədər verilən müddətin, yəni moratoriumun sadəcə enerji resurslarının vurulmaması ilə bağlı Amerika Birləşmiş Ştatları tərəfindən 10 günlük İrana və eyni zamanda körfəz ölkələrinin ümumi müraciəti və ümumi təhlükəsizlik və dünya neft birjasının neftin qiymətinin sabit saxlanması və bu istiqamətdə olan çağırışlara cavab kimi qiymətləndirə bilərik. Amma 6 aprel konkret olaraq müharibənin bitməsi üçün son tarixdirmi? Düşünürəm ki, xeyr. Ola bilər ki, Trump administrasiyası düşünür ki, indiki mərhələdə, hətta bəyanatlarda biz diqqət ediriksə, Hörmüz boğazı açılmadan belə müharibənin dayanması ehtimalından artıq danışılır ki, ilkin mərhələdə Trump bunu tamamilə rədd edirdi. Hər hansısa bir formada Hörmüz boğazının təzyiq vasitəsi olaraq istifadə edilməsinə icazə verilməyəcəyini bildirirdi. Amma faktiki olaraq Sepahın bəyanatı, eyni zamanda parlamentdə ümumi müzakirələr aydın şəkildə göstərdi ki, İran Hörmüz boğazı üzərində tam nəzarətini təmin edir və hətta əvvəl dost və tərəfdaş ölkələrin keçidinə icazə verdiyi bildirilmişdi. Amma bir neçə gün öncə biz Çinin gəmilərinin də geri qaytarıldığını gördük. Eyni zamanda Taylandın gəmilərinin vurulduğunu gördük və bu artıq selektiv əsasda hansı ölkənin gəmisinin keçməsi ilə bağlı icazənin verilməsi məsələsini də gündəmə gətirdi və bu məsələni bu istiqamətdə dəyərləndirəndə 6 aprel son nöqtə, son tarixdirmi? Bu ciddi sual yaradır. Çünki biz Rusiya-Ukrayna müharibəsi təcrübəsində də aydın şəkildə görmüşdük ki, verilən tarixlər ciddi ölçüdə dəyişdirilə bilir. 6 apreldə yenə 10 gün müddətin verilməsi ya da bir həftə müddətin verilməsi ilə bağlı biz bəyanatla qarşı-qarşıya qala bilərik. O ki, qaldı rejim dəyişikliyi ilə bağlı sualınıza. Mən düşünürəm ki, Trumpın ümumiyyətlə İranla bağlı olan proseslərlə bağlı təsəvvürləri və yaratmaq istədiyi təəssürat tamamilə fərqlidir. Diqqət ediriksə bəyanatlarda daha çox səsləndirir ki, biz artıq danışıqlara gedə biləcəyimiz yeni bir rejimlə, yeni bir insanlarla ünsiyyətdəyik. Belə bir bəyanatlar da səsləndirir. Danışıqlar prosesində İran tərəfinin təmsilçisinin kim olması ilə bağlı konkret onsuz bəyanat yoxdur İran tərəfindən. Sepah mı o masaya arxasında Amerika ilə danışıqları davam etdirir ya da ki, dolayı vasitə ilə, çünki biz bilirik Pakistanın vasitəçiliyi ilə də danışıqlar prosesi davam etdirilir. Dolayı hər hansı bir üçüncü ölkələrin vasitəsilə, yoxsa Xarici İşlər Naziri və ya prezidentin təyin etdiyi hər hansı bir xüsusi nümayəndə bu prosesi davam etdirir. Bununla bağlı İran tərəfindən açıq bir bəyanat yoxdur. Yəni Trump kiminlə danışıqlara gedir? Bu danışıqlar prosesi kiminlə davam etdirilir ki, Trump rejim dəyişikliyinə nail olduğunu və həqiqətən də İranda yeni bir sistemin formalaşdırılması ilə bağlı təəssürat yaratdığını bildirir. Ali dini lider öldürülübmü? Bəli, öldürülüb. Onu əvəz edən şəxs onun oğludur və artıq onun ali dini lider olması təsdiqlənib. Düzdür, ictimaiyyətə açıq onun hər hansı bir bəyanatlarını biz müşahidə etmirik, amma onun təhlükəsizliyi ilə bağlı tədbirlərin olması da nəzərə alındıqda düşünürəm ki, bu mümkün tədbirlərin bir tərkib hissəsi ola bilər. Çünki Pezeşkiyanın da son Nazirlər Kabineti ilə keçirdiyi iclas bunkerdə keçirildi və bu artıq dövlət başçılarına münasibətdə ciddi ölçüdə təhdidlərin olması ilə bağlı önəmli bir mesaj idi. Digər tərəfdən Sepah yenə də öz fəaliyyətini davam etdirir. Yenə öz ritorikasında Amerika Birləşmiş Ştatlarının İsraillə münasibətdə çıxışları və bəyanatları var və belə olan halda sistemdə, rejimdə hansı dəyişikliyi müşahidə etdiyi ciddi sual yaradır. Yəni prezident Pezeşkiyandır və Pezeşkiyanın xəttində dəyişiklik
dəyişiklik yoxdur. Bəli, daha yumşaq, daha liberal xətti təmsil edir. Danışıqlara hər zaman tərəfdarı olub. Qonşu dövlətlərlə heç bir halda münaqişəyə getməyəcəklərini aydın şəkildə bəyan edib. Sepahın qonşu dövlətləri, Körfəz ölkələrini hədəf almasının sabahında, Azərbaycana olan hücumun sabahında çıxıb üzr istəyən tərəf Pezeşkiyan idi. Amma bu ümumiyyətlə Pezeşkiyana indiyə qədər olan ənənəvi yanaşmasıdır, ənənəvi ritorikasıdır. Ərəqçinin bəyanatları da bəllidir və ümumilikdə İranın təmsil edən rəsmilərin çıxışlarına baxanda biz ciddi dəyişikliyi görmürük. Yenə də bu Trumpın bəyanatlarının reallıqla üst-üstə düşməməsi sualını gündəmə gətirir. Çünki Trump bir gün hər hansısa bir bəyanatla çıxış edir, qarşı tərəf o bəyanatı təkzib edir ya da sabah özü müəyyən bir paylaşımla o bəyanatın tam əksini iddia edə bilir və rejim dəyişikliyinə nail olması ilə bağlı iddianın səsləndirilməsi onu deməyə əsas verməlidir ki, hal-hazırda İranda mövcud olan rejim 28 fevraldan əvvəlki sistemdən tamamilə fərqlənsin. Biz o fərqi görmürük. Onda sizin o fikriniz, yəni qeyd etmiş sözümün əvvəlində, həqiqətən mən də o fikirdəyəm ki, rejim dəyişikliyi deyəndə ən az bu institutların dəyişilməsidir. Yəni Ali Dini Rəhbərlik İnstitutunun dəyişilməsi sadəcə İslam dövləti deyil də normal bir qeyri-dini dövlətin yaranması nəzərdə tutulur ki, onun qorunub saxlanılması da mümkün ola bilər, amma islahatlar həyata keçirilə bilər. Biz bu islahatları da görmürük müharibənin gedişatında. İslahatları da görmürük, o cümlədən bu hakimiyyətdə olanlar, indiki hakimiyyətdə olanlar iddia edirlər ki, biz köhnə yolu davam etdirəcəyik və bu mənə eyni zamanda Trumpın səsləndirdiyi digər bəyanatlara fikir bildirmənizi istərdim. Yəni bu məhz rejim dəyişikliyi fonunda ya rejim dəyişikliyinin baş verməməsi fonunda digər iddialar da vardı. Məsələn, bunlardan biri də nüvə proqramı. Trump iddia elədi ki, nüvə proqramı məhv edilmişdir, aradan götürülmüşdür. Yəni, Amerika Birləşmiş Ştatlarının bildiyimiz kimi əsas problemi, əsas istədiyi, yəni müharibəyə cəlb olma məqsədi, yaxud da ki, İranla müharibə etməkdə əsas səbəb nüvə proqramı idi. Nüvə proqramının əlində əsas tutaraq müharibəyə girmişdi. Və iddia edir ki, nüvə proqramı bitmişdir. İran bundan sonra heç vaxt nüvə proqramı haqqında düşünməyəcək, ya da ki, nüvə əldə etmək haqqında düşünməyəcək. Bu nə dərəcə reallıqdır? Həqiqətənmi İranın nüvə proqramı bir dəfəlik olaraq aradan qaldırılmışdır? Ya əgər aradan qaldırılmışsa, bəs əgər İran nüvə proqramına görə başlanan müharibə niyə bitmir və indiyəcə davam edir? Biz əslində oxşar bəyanatları 12 günlük müharibə dövründə də görmüşdük. Müharibə bitəndən sonra İranın nüvə potensialının böyük ölçüdə aradan qaldırıldığını, nüvə alimlərinin öldürüldüyünü, nüvə mərkəzlərinin tamamilə dağıdıldığı iddia olunmuşdu. Əgər belə idisə 28 fevralda yenidən müharibə niyə başladı? Yəni bu ciddi sual yaradan məqamlardan biridir. Ona görə də indiki məqamda Trumpın 99% hərbi potensialı məhv etməklə bağlı iddiası, nüvə proqramını tamamilə sıradan çıxartması ilə bağlı iddiaları, davamında quru əməliyyatlarla təhdid etməsi, davamında paylaşılan sosial şəbəkə hesablarından paylaşdığı bəyanatlarda elektrik enerjilərinin, müəyyən enerji mənbələrinin, strateji hədəflərin vurulması ilə İranı hədələməsi. Yəni əgər İran belə təhdid formalaşdırmırsa onlar üçün, nüvə proqramı tamamilə sıradan çıxarılıbsa, rejim dəyişikliyinə nail olunubsa, İranda artıq həqiqətən də danışıqlara gedilə biləcək bir hakimiyyət, idarəçi sistemi formalaşdırılıbsa, bugün müharibə niyə bitmir? Müharibənin davam etməsi onda daha strateji və dərin səbəblər ucbatından həyata keçirilirsə, onda bu deməkdir ki, müharibənin başlanma səbəbi olaraq nüvə proqramı ya da rejim dəyişikliyinin irəli sürməsi sadəcə bəhanə idi. Və daha ciddi hədəflər var. O hədəflər nələrdir? Bu suallar ciddi suallardır və bunların hamısı açıq müzakirəyə açıq olan bir məsələlərdir və bunun tarixi köklərinə biz baxanda aydın görürük. Bu sadəcə İran məsələsi deyil. Yəni biz 2000-ci illərdən, hətta 90-cı illərdən etibarən Amerikanın siyasətində, Orta Şərq siyasətində ciddi dəyişiklikləri müşahidə edirik. 2001-11 sentyabr hadisələrindən sonra 2002-ci ildə daha çox mediada paylaşılan Böyük Orta Şərq layihəsi var idi. Böyük Orta Şərq layihəsinin əsas mahiyyəti də o idi ki, müsəlman dövlətlərində dəyişikliyə gedilmək yolu ilə onlarla əməkdaşlıq perspektivinin qiymətləndirilməsi, mühafizəkarlar, fundamentalistlər, ənənəvi dövlətlər, modern yanaşmaya sahib olan İslam dövlətləri və nəhayət dünyəvi İslam dövlətləri deyə kateqoriyalaşdırılırdı. Və bu dövlətlərin hər biri ilə əməkdaşlıq modelini dəyərləndirəndə fundamentalist ya da mühafizəkar kateqoriyaya daxil etdiyi dövlətlərlə əməkdaşlığın mümkünsüzlüyü qeyd olunur. Yəni onlar İslami dəyərlərə bağlıdırlar, amma İslami dəyərləri aqressiya üçün istifadə edirlər. İran məhz bu kateqoriyaya Amerika tərəfindən daxil edilən dövlətdir və ona görə də rejim dəyişikliyi İranla Amerika münasibətlərində əsas hədəflərdən biridir. Düz, İsrail qədər ciddi təhdid deyil. İsrail üçün rejim dəyişikliyi son hədəflərdən, strateji hədəflərdən biridir. Amerika rejim dəyişikliyi olmadan da danışıqlara gedə bilər. Burada ciddi fərqlər var. Amma İranla münasibətlərin normallaşdırılması üçün mütləq şəkildə Amerikanın istədiyi xəttin formalaşdırılması Amerika üçün əsas hədəflərdən biridir və düşünürəm ki, o hədəfə çatmadan da onsuz nə müharibənin dayanması, nə də ki, ümumiyyətlə bu böhrana tamamilə son qoyulması mümkün deyil. Çünki böhran bugün yaranmayıb. 79-cu il inqilabından sonraki
sonraki Amerika diplomatlarına münasibətdə İranın sərgilədiyi mövqe var idi, onların əsir götürülməsi və onların deport edilməsi və bundan sonraki mərhələ artıq iki tərəfli münasibətlərdə böhran dövrü kimi xarakterizə olunur. Və biz qarşılıqlı diplomatik nümayəndəliklərin fəaliyyət göstərmədiyini görürük, amma bir çox istiqamətdə əlaqələrin dolayı yolla, üçüncü, dördüncü dövlətlər vasitəsilə davam etdiyini 2000-ci illərin əvvəllərinə qədər müşahidə etdik. 2000-ci illərdə proses fərqli istiqamətə cərəyan etdi. 11 sentyabr hadisələri, Əfqanistana müdaxilə, İraqa müdaxilə, digər tamamilə fərqli yönə yönlənsə də Amerikanın yaratdığı boşluqlara görə İran regionda mövqeyini gücləndirdi. İraq İranın ən əzəli rəqiblərindən biridir. İraqda Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra yaranmış güc boşluğundan istifadə edən İran idi. Proksi qüvvələrini, şiə qruplaşmalarını orada daha güclü şəkildə təmsil olunmağa təşviq etdi. Ondan sonra Suriyada öz qüvvələrini daha çox möhkəmləndirdi. Livanda eyni zamanda Hizbullahın dəstəklənməsi, Yəməndə Husilərin dəstəklənməsi və bu yolla demək olar ki, regional siyasətdə, təhlükəsizlik arxitekturasında İranın nüfuz dairələri gücləndi. Və əslində bugünkü İranın günahkarı Amerikanın özüdür. Regiona müdaxilə etməklə, region dövlətlərində rejim dəyişikliyinə getmək yolu ilə öz əməkdaşlıq modellərini formalaşdırmaq niyyəti ilə İran kimi aqressiv siyasətə sahib olan, aqressiv kursa sahib olan dövlət üçün daha çox açıq qapılar yaratdı, boşluqlar yaratdı və İran da boşluqlardan istifadə etdi. İndi o boşluqları aradan qaldırmağa çalışır Amerika Birləşmiş Ştatları. Amerika Birləşmiş Ştatları da məqsədyönlü şəkildə bir qədər kart blanş verdi İrana ki, gələcəkdə məhz bu vəziyyətdən istifadə edərək İranı dağıtsın, parçalasın, yaxud da ki, yerində otursun. Yəni bu özü şübhəli məqamdır. Yəni Amerika Birləşmiş Ştatları, yəni bu iddialarla çıxış edənlər də var da. Amerika Birləşmiş Ştatları özü müəyyən bu digər ölkəyə, məsələn Venezuela kimi ölkəyə müəyyən qədər zaman tanıyır, yaxud da ki, bu müəyyən qədər sərbəst olsun, Amerika Birləşmiş Ştatlardan müstəqil siyasət yerinə yetirsin falan. Və sonda isə Amerika Birləşmiş Ştatları o səviyyəyə çatdırsın ki, bu dövlətlər artıq beynəlxalq hüquq normalarını pozurlar və bundan istifadə edərək Amerika Birləşmiş Ştatları həmin ölkələri yerində otursun. Və mən hesab edirəm və bəzi politoloqlar hesab edir ki, bu həqiqətən də İranın bu qədər boş buraxması, sizin də qeyd etdiyiniz buraxılması, sizin də qeyd etdiyiniz kimi məhz Amerika Birləşmiş Ştatlarının onu nə zamansa zəiflətmək, aradan götürmək məqsədindən irəli gəlirdi. Sadəcə səhv bir dövrdə, yanlış bir şəraitdə İrana müdaxilə edildi. Siz beynəlxalq hüquq normalarının pozulmasını da bağlı qeyd etdiniz. Tamamilə haqlısınız və İraqa və Əfqanistana müdaxilədə bu amillərdən istifadə olundu. Hətta Suriyada olan hadisələrdə biz bunu müşahidə etdik, Ərəb baharında gördük. Amma bugün beynəlxalq hüququ göz ardı edən Amerikanın özüdür. Amerika Venezuelaya müdaxilə etməklə onsuz, ondan sonraki addımlarında beynəlxalq hüququn tamamilə göz ardı ediləcəyini aydın şəkildə göstərdi. Bugün Amerika Birləşmiş Ştatları NATO tərəfdaşlarını ittiham eləyir ki, siz pis müttəfiqsiz və mən NATO-dan çıxıram və Amerika Birləşmiş Ştatlarının prezidentinin Amerika qanunvericiliyinə uyğun olaraq belə bir qərar qəbul etmə səlahiyyəti yoxdur. Amma Trump bunu açıq şəkildə bəyan edə bilir. Və biz bunu aydın görürük ki, əgər belə bir formada çıxış edirsə Amerika Birləşmiş Ştatları, bu da İran kimi bir dövlətlər üçün presedens yaradır. Ki, yəni beynəlxalq hüququn göz ardı edilməsi. Bugün İranın əsas müdafiə mexanizmi nədir? Nüvə proqramı ilə bağlı. Deyir ki, biz nüvənin yayılmaması ilə bağlı olan 67-ci il müqaviləsindən irəli gələn hüquqlarımızdan istifadə edirik. Uranın dinc məqsədlər üçün zənginləşdirilməsinə nail olmağa çalışırıq. Bu Amerikanın iddiasıdır ki, biz nüvə proqramını genişləndirib nüvə silahına, nüvə başlıqlarına sahib olmaq istəyir. Amma belə bir sübut yoxdur. Amerika və İsrail nümayəndələrinin dedikləri isə odur ki, sözlü olaraq danışıqlar prosesindəki vasitəçilər yolu ilə 2 raund danışıqlar keçirildi. Ondan sonra 3-cü raund danışıqların keçirilməsi ərəfəsində artıq İrana hücum həyata keçirildi. Məhz o danışıqlar dövründə açıq şəkildə İran nümayəndə heyəti bəyan etmişdi ki, bizim 4 ya 6 nüvə başlığına sahib olmaq ehtimalımız realdır. Və bunu iddia edərək hücumu həyata keçirdilər. Sadəcə sözdən istifadə edərək. Belə sözdən istifadə edərək belə bir bu da blöf ola bilər İran tərəfindən. Yəni çəkindirici amil ola bilər. Biz bilirik ki, yəni İran üçün bu gün nüvə proqramı çəkindirici amildir. Və düşünür ki, nüvə proqramını ləğv etsə, Amerika Birləşmiş Ştatlarının istər rejim dəyişikliyi ilə bağlı olsun, istər ölkə daxilində istənilən dəyişikliklərlə bağlı müdaxiləsinin qarşısını ala biləcək hər hansı bir amil ola bilməz, mexanizm yoxdur. Bunun Liviya nümunəsi də var da. Liviyanı nüvə proqramını ləğv etdiyi anda verilən ən əsas zəmanət nə idi? Qəddafi hökumətinin hakimiyyətinin davamlılığı ilə bağlı zəmanət verilmişdi. Amma Qəddafinin taleyi hər kəsə bəllidir. Və ona görə də regionda təhlükəsizliklə bağlı olan çalışır. Bu İranın nüvə proqramına haqq qazandırmaq deyil. Sadəcə olaraq qarşılıqlı olaraq iddialar səsləndirilirsə, argumentləri qarşılıqlı olaraq səsləndirməkdə fayda var deyə düşünürəm. İranın argumenti budur. Düşünür ki, rejimin davamlılığı üçün, öz ölkəsinin təhlükəsizliyi üçün nüvə proqramına ehtiyac var. Amerika Birləşmiş Ştatları və İsrail öz təhlükəsizlik, xüsusilə İsrailin təhlükəsizlik konsepsiyasına uyğun olaraq da düşünür ki,
regionda hər hansısa bir dövlət nüvə proqramına sahib olsa, bu birbaşa İran, İsrailin milli təhlükəsizliyinə əlaqədir. Birbaşa nüvə silahına nail olması haqqında birbaşa onun elan etməsi, bəyanat verməsinə də rast gəlmir. Sadəcə bizə bu Amerika Birləşmiş Ştatlarının dediyindən irəli gələrək biz deyirik ki, İran həqiqətən də nüvə proqramına sahib olmaq istəyir və bu nüvə proqramına gələcəkdə öz təhlükəsizliyini təmin etmək üçün istifadə etməyə düşünür. Bunu da Amerika Birləşmiş Ştatlarının narrativlərindən biz irəli gələrək deyirik. İran isə sadəcə uranın zənginləşdirilməsi məsələsini müəyyən həddə qədər 10 dərəcə, 20 dərəcə, nə bilim, neçə faizə qədər zənginləşdirməklə kifayətlənmək istəyir. O istəyir ki, mənə sadəcə bir nüvə uranın zənginləşdirilməsini sadəcə bir elm kimi, ya elmin bir sahəsi kimi məndə qalmasına şərait yaradır. Amerika Birləşmiş Ştatları deyir ki, yox, bu mümkün deyil və onun da əsası da bunu göstərirlər ki, gələcəkdə 10%-ə qədər zənginləşdirən 60-a, 70-ə, 90-a qədər də zənginləşdirə bilər. Buna nail olmuşdular da Əlimusa müəllim. 2015-ci il çərçivə sənədində İran öhdəlik götürmüşdü ki, uranın dinc məqsədlər üçün zənginləşdirilməsi ilə bağlı olan həddi aşmayacaq. Amerika Birləşmiş Ştatları və Qərb partnyorları, yəni 5+1 formatında olduğu üçün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya iştirak edirdi tərəf olaraq və onların da götürdüyü öhdəlik var idi ki, İrana qarşı olan sanksiyalar mərhələli şəkildə aradan qaldırılacaq. Bunu pozan kim oldu? Trump. Trump müqavilədən geri çəkildi və ondan sonra İran da qarşılıqlı olaraq iddialardan imtina etdi və 11 ay müddətində, qısa bir müddətdə MAGATE-nin müşahidə aparmaq, monitorinq aparmaq səlahiyyətləri məhdudlaşdırıldığı üçün İran tərəfindən iddia olunur ki, artıq 90%, 95% həddində uranın zənginləşdirilməsinə nail olub. Bu gün İranı hər an partlamağa hazır bomba halına gətirən də Amerikanın özüdür. İran ciddi təhdiddir region üçün. İran bugünkü bu həddə müharibədən çıxsa, körfəz ölkələri üçün, region dövlətləri üçün nə qədər ciddi təhdid formalaşdıracaq? Bu vəziyyətin mövcud olmasında birbaşa günahkar Trump görünür də. Yəni ki, əgər o 2015-ci il müqaviləsindən burada diplomatiyanın nə qədər önəmli olduğu ilə bağlı da önəmli bir nümunədir. Yəni hər hansı bir ritorika müharibənin də başlanğıcı ola bilər, sülhün də davamına gətirə bilər. Trump müharibəyə daha çox üstünlük verdi. İran kimi aqressiv bir dövlətə xaricdən müdaxilə o qədər asanlıqla həyata keçirilə bilməz. Yəni ikinci bir Vyetnam təcrübəsini Amerikanın yaşaması qlobal sistemdə Amerikanın mövqeyinə necə təsir edəcək? Artıq Vyetnamla eyniləşdirilir bu proses və çıxılmaz bir vəziyyətdə qaldığı da açıq şəkildə iddia olunur Amerika Birləşmiş Ştatlarının. Çünki müharibəni davam etdirmək də onun maraqlarına uyğun deyil. Müharibəni indiki həddə bitirmək də onun maraqlarına uyğun deyil. Yəni ciddi ölçüdə uduzan tərəf desək burada həqiqətən, uduzan tərəf birməli olaraq Amerika olacaq. Çünki İranı o qədər fərqli formada aqressivləşdirib güclü bir statusa gətirir ki, qlobal bir aktor olan Amerika Birləşmiş Ştatlarının qarşısında tab gətirən bir İran düşünün. Yəni ən azından özü belə təqdim edəcək və bu körfəz ölkələrinə təhdid yaradacaq. Bu enerji resurslarına təhdid yaradacaq. Onsuz yetəri qədər təhdid yaradıb. Bir neçə gün bundan öncə Avropa İttifaqının enerji üzrə mütəxəssisi, bu sahə üzrə mütəxəssis informasiya paylaşdı ki, biz artıq müharibədən öncəki neft qiymətlərinə geri qayıda bilmərik. Çünki infrastruktur dağılıb, çünki yetəri qədər enerji resurslarına ziyan vurulub. Onların bərpa olunması üçün də müəyyən bir vəsait lazımdır və biz əvvəlki həddə neftin qiymətinin qaytarılması, qaz ehtiyatlarına çıxış imkanlarının əldə olunmasına hər hansısa bir formada real hesab etmirik. Bu Rusiya-Ukrayna müharibəsindən daha sürətli şəkildə dünya neft bazarına zərbə vurdu. Avropanın enerji ehtiyatları ilə təmin olunması, enerji təhlükəsizliyinə zərbə vurdu. Qlobal sistemin təhlükəsizliyinə, Orta Şərqin təhlükəsizliyinə zərbə vurdu və bundan sonraki mərhələdə Orta Şərqin arxitekturası hansı formada formalaşacaq? Ya birbaşa İran məğlub edilməlidir. Rejimə ciddi zərbə vurulmalıdır ki, o region üçün təhdid formalaşdırılmasın. Bu da real görünmür. İndiki həddə İranın müharibəni bitirməsi, onsuz müharibənin gedişatında ciddi ziyan vurduğu körfəz ölkələrinə, qonşu ölkələrə münasibətdə daha aqressiv siyasi kursun formalaşmasına da gətirib çıxarda bilər. Yəni rejim dəyişikliyinə nail olmaq istəyən Amerika əslində bu rejimin daha da sərt formaya çevrilməsinə də nail ola bilər. Nail ola bilər, bəli. Nail oldu və təbii ki, neft məsələsinə, enerji daşıyıcıları məsələsinə qeyd elədiniz. Mən ümumiyyətlə kulvarlarda yaxud da ki, birbaşa olmasa da siyasi şəxslər arasında, politologlar arasında Amerika Birləşmiş Ştatlarının əsas məqsədi, İrana hücumundan əsas məqsədlərindən biri İran neftinin əldə olunmasıdır. Baxmayaraq ki, Trump elə son çıxışında da və bu vaxta olan çıxışlarda da bizim neftə ehtiyacımız yoxdur, bizim lazım olan səviyyədə neft ehtiyatlarımız var və Venezuela bizə işləyir bu sahədə və s. və s. Amma görünən odur ki, Amerika Birləşmiş Ştatları həqiqətən də İran neftinə əl qoymaq istəyirdi. Bu iki məqsəd
məqsəd güdə bilərdi. İran neftini əldə etməkdə. Əgər siz mənim fikrimlə razısınız ki, Amerika Birləşmiş Ştatlarının məqsədlərindən biri də İran neftinə əl qoymaq idi. Bu iki məqsəd də həyata keçirilə bilərdi. Biri o neftindən özü üçün, yəni Amerika Birləşmiş Ştatları öz mənafeləri üçün istifadə olunması, bir də ki o neftin Çinə axınının qarşısına alınması. Yəni bilirik ki, Amerika Birləşmiş Ştatları çox ciddi cəhdlə çalışır ki, Çin bu sahədə, yəni enerji daşıyıcılarından məhrum olunsun, yaxud da ki, dünya qiymətləri səviyyəsində, yaxud da ki, ən bahalı şəkildə neft əldə edə bilsin. Bilirik ki, İranın nefti bu günləri Çin tərəfindən çox ucuz qiymətə aparılır. Bu da Çin iqtisadiyyatının inkişaf etməsinə səbəb olur. Və bu gün Amerika Birləşmiş Ştatları İran neftinə əl qoya bilmir. Bu aydın məsələdir. İran neftinə əl qoya bilmir və görünən budur ki, əl qoya bilməyəcək. Ona görə ki, İran elə məhz neft uğrunda mübarizə aparır və Körfəzdə olan hadisələr də İranın və digər dövlətlərin neftlərinin, enerji daşıyıcılarının kənara çıxmasında Amerikanın rolunu azaldılması məqsədi güdür. İran neftinə əldə edə bilmir və bu neftdən Amerika Birləşmiş Ştatları həm özü istifadə edə bilməyəcək, həm də Çinin bu İran neftinə girməsini, götürməsini, istifadə etməsinin qarşısını almayacaq. Və belə olan surətdə Çin nə etməli? Yəni bunu mən istədim ki, müharibə ilə bağlayasınız. İndi neft amili müharibənin davam etdirilməsi, yaxud da İranın yerlə yeksən edilməsinə səbəb olacaq mı, olmayacaq. Amerika Birləşmiş Ştatları məhz düşünər ki, nefti mən ala bilmədim, müharibə bitəndən sonra onsuz neftdən Çin istifadə edəcək və İran istifadə edəcək. Bu perspektiv qarşısında Amerika nə edəcək? Dediyiniz fikirlərlə tamamilə razıyam. Əslində əsas hədəflərindən biri kimi səsləndirilən strateji məqsədlərdən biri məsələ neft ehtiyatlarına sahib olmaqla ya da nəzarətin tam təmin olunması ilə bağlıdır. Əslində Xarkadasına ilk hücum bunun bariz nümunəsidir. Çünki biz bilirik ki, İran neftinin 80% məsələn həmin ada vasitəsilə çıxarılır dünya bazarına və ona birbaşa nəzarətin əldə olunması Amerikanın əsas hədəflərindən biridir. Təbii ki, burada Çin faktoru istisnasızdır. Amma Çin burada ciddi ölçüdə zərər görürmü? Xeyr. Çin təxminən 20-22% ehtiyatlarının İran vasitəsilə təmin eləyir, amma İran 80% ehtiyatlarını Çinə ixrac edir və bu İran üçün ciddi ölçüdə iqtisadi baxımdan da, enerji təhlükəsizliyi baxımından da ümumiyyətlə təsir mexanizminə sahibdir. Çünki İran öz ehtiyatları hesabına 79-cu ildən bu günə qədər olan sanksiyalarla mübarizə apara bilir. Bəli, dünya neft bazarında olan qiymətlərdən dəfələrlə ucuz qiymətə sata bilir, amma ən azından öz resursları hesabına daxili ehtiyaclarını təmin etmək potensialı olduğunu göstərib. İran bu mənada müəyyən mənada özü üçün bir təcrübə də formalaşdırıb. Bəzən sual ünvanlanır ki, İranın nə qədər davam gətirmək potensialı resursu var bu müharibəyə. 79-cu ildən bu günə qədər gedən proseslərə baxsaq, düşünürəm ki, yetəri qədər resursları var. Minimum ehtiyaclarını qarşılamaq potensialına sahibdirsə daxildən, birləşdirici ideologiyanı da tam təmin edə bilsə ölkə daxilində, bu müharibə İran üçün quru əməliyyatlarına çevrilsə daha uğurlu olar. Nəinki Amerika Birləşmiş Ştatları üçün və insan resursu baxımından da dəyərləndirsək 1 milyon insanın qarşısında, çünki İran rəsmi olaraq elan etdi ki, 1 milyon canlı qüvvəsi var orduda. 1 milyon insanın qarşısında 50 bin, 100 bin, maksimum 200 bin, 300 bin Amerikanın muzlu ordusu heç bir formada tab gətirə bilməz. Çünki relyefə də bələd deyirlər yetəri qədər. Eyni zamanda bununla bağlı təcrübələr də yoxdur və İranda dini idarəçilik sistemi olduğu üçün bunu mücahid hərəkatına, cihada çevrilmə ehtimalı da daha çoxdur və bu da insanlar arasında birləşdirici amil olacaq. Onu da nəzərə alsaq ki, ali dini liderin öldürülməsi yetəri qədər təsir mexanizminə sahibdir onlar üzərində. Amma o ki qaldı Çinlə bağlı, Çinin daha ucuz neftə çıxış imkanlarını daha da gücləndirəcək və Çin amili, Çinin müharibədə rolu. Mən düşünürəm ki, Çin hər zaman öz sükunətini və praqmatik yanaşmalarını qoruyan ilə fərqlənib. Yumşaq güc alətləri Çin üçün daha çox nüfuz etməlidir. Amma indiki beynəlxalq münasibətlər sistemində Çin də daxil olmaqla bir çox qüvvələr artıq öz mövqelərini nümayiş etdirmək ərəfəsindədirlər. Çünki Çin üçün aqressiv ritorikaya keçid ya da hərbi əməliyyatların tərəfi olmaq üçün yeganə məsələ ancaq Tayvan məsələsi ola bilər. Bu istisnasızdır. Yəni İran üçün ya da hər hansısa bir üçüncü, dördüncü dövlət üçün, Rusiya-Ukrayna müharibəsi üçün hərbi əməliyyatların iştirakçısı olmayacaq. Amma öz mövqeyini nümayiş etdirəcək. Onsuz Çinin kəşfiyyat məlumatlarının paylaşması ilə bağlı yetəri qədər iddialar var ki, PEK ötürücüləri vasitəsilə İrana kəşfiyyat məlumatlarını verir və ümumiyyətlə müəyyən lokasiyaların paylaşılması da var.
Hər bir halda Çinin maraqları varmı müharibənin gedişatında? Bəli. Çinin adının qarantalar olaraq İran tərəfindən səsləndirilməsi də buna bariz nümunədir. Və digər gəmilərə münasibətdə Sepahın hücum taktikasından istifadə etdiyi halda Çinin gəmilərinin sadəcə geri qaytarılması Hörmüz boğazından bu da aydın şəkildə mesaj verir Çinlə İran münasibətləri və müharibənin gedişatında arxadan necə danışıqların olması ilə bağlı. Düşünürəm ki, Amerika Birləşmiş Ştatları bu müharibədən məğlub olaraq çıxsa ya da ki, indiki şəraitdə onsuz hər iki tərəf özünü qalib elan edəcək. Heç kim özünü məğlub elan etməyəcək. Amma İran indiki gücü və resursları ilə müharibədən çıxsa, bu Çin üçün də mövqeyin gücləndirilməsinə bir fürsətə çevriləcək. Və bu Amerikanın orta şərq siyasətində ikinci dəfə atacağı, ikinci hətta üçüncü dəfə uğursuz addımlardan biridir. İlkin 11 sentyabr hadisələrindən sonra Əfqanistana, İraqa müdaxilənin nə qədər uğursuz olduğunu gördük. Yenə nüvə proqramı ilə bağlı iddialar var idi. Yenə İraqı tərk edərkən üzr istədilər ki, xeyr, belə bir proqram yox imiş. Sonra Ərəb baharı prosesi başladı və proses bir çox region dövlətlərini əhatə etdi. Liviyada, Misirdə, Tunisdə, Suriyada olan hadisələr, Yəməndə, Sudanda olan hadisələr hər kəsə bəllidir və davamında Amerika öz mövcudluğunu qoruyub saxlaya bildimi? Xeyr. Və bu gün strateji tərəfdaşları olan və özünün hərbi bazaları olan Körfəz ölkələri ilə belə qarşı durma halındadır. Çünki bu Trumpın ritorikası əməkdaşlıqdan daha çox yenə münaqişələri yaratmağı hədəfləyir. Yəni Səudiyyə Ərəbistan Vəliəhd Şahzadəsinə münasibətdə səsləndirdiyi fikirlər, eyni zamanda Körfəz ölkələrinin təhlükəsizliyinin təmin olunması ilə bağlı heç bir tədbirin görülməməsi, yüklü miqdarda milyardlarla dollar vəsait tələb edən investisiya layihələri əldə etmişdi. Orta Şərq səyahəti ilə bir neçə günlük səyahət dövründə Birləşmiş Ərəb Əmirliyi və eyni zamanda digər dövlətlərlə imzalanmış müqavilələr var idi. Yerinə yetiriləcəkmi? Xeyr. Çünki təhlükəsizlik ilə bağlı nə qədər ciddi problemlərlə qarşılaşdılar. Həmin dövlətlər nə qədər çox iqtisadi maliyyə etkisindən gətirib çıxardan nəticələrə qarşı-qarşıya qaldılar. Çünki vurulan obyektlərin hamısı mülki mərkəzləri idi. Yəni hava limanı vuruldu Dubayda, bir çox mərkəzlər vuruldu və bu mərkəzlərin vurulması İran tərəfindən, Amerika Birləşmiş Ştatları tərəfindən də hər hansı bir müdafiə mexanizmi ya da qarşılıqlı olaraq İranı geri çəkindirmə cavab reaksiyası ilə də qarşı-qarşıya qalmadı. Bəyanatlar var. Bəyanatlar onsuz Rusiya-Ukrayna müharibəsi davam etdiyi 5 il ərzində də səsləndirilir. Ukraynanın ərazi bütövlüyünü bərpa edirmi? Ukraynanın ərazisini işğaldan azad edirmi? Xeyr. Ona görə düşünürəm ki, Böyük Orta Şərq layihəsi ilə başladığı bu prosesdə Orta Şərqdə yeni idarəçilik sistemləri formalaşdırmağa çalışan Amerika əslində özünü bir bataqlığa saldı. İslam dövlətləri, şəriət əsaslı idarəçilik sistemi formalaşdıran dövlətlərlə tamamilə fərqli formada əlaqələrin qurulması, əməkdaşlıq mexanizmlərinin işlənilməsinə ehtiyac var idi. Xüsusilə İran kimi radikal yanaşmalara, şəriət əsaslı idarəçilik sisteminə, ali dini lider institutuna sahib olan bir dövlət və daxildə də ideoloji birliyi kifayət qədər güclü şəkildə təmin etmiş bir dövlətlə o xarici müdaxilə mexanizmləri, rejim dəyişikliyinə nail olmaq heç bir halda mümkün deyildi. Bunu ən azından islahatlar yolu ilə, danışıqlar yolu ilə ki, 2015-ci il yenə də təkrar edirəm, kifayət qədər uğurlu bir mərhələ idi. Bir mərhələni başa vurub növbəti bir mərhələdə rejim dəyişikliyinə gedə biləcək istiqamətdə islahatlara nail olmaq mümkün ola bilərdi. Xüsusilə də Pezeşkiyan hakimiyyətə gəlməsi bunun üçün bir fürsət idi. Düzdür, Pezeşkiyan da ali dini liderin dəstəkçisi olaraq prezident seçilmişdi. Amma ortaya qoyduğu yanaşmalarda biz yumşaq yanaşmaları aydın görə bilirik. Həm region dövlətləri ilə olan münasibətlərində, həm qərb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsində. Bunu inkişaf etdirərək İrandan nələrəsə nail olmaq mümkün idi. Artıq xarici müdaxilə, müharibə yolu ilə ola biləcək o yumşaq ritorikanı da tamamilə Amerika aradan çıxartdı. Və bundan sonraki mərhələdə Amerika İranı əgər tam geri çəkilməyə məcbur etməsə, tamamilə danışıqlar masasında şərtlərin böyük əksəriyyətini qəbul etməyə məcbur etməsə, bundan sonraki mərhələdə İranın orta şərq siyasəti ya da ki, İranın ortaya qoyacağı yanaşmaları təsəvvür belə etmək istəmirəm. Əlbəttə ki, çox maraqlı məqamlara toxundunuz. Xüsusən də ki, İranın və o cümlədən Amerika Birləşmiş Ştatlarının yaxın şərq ölkələrdə, Körfəz ölkələrdə münasibətləri məlum məsələdir ki, Amerika Birləşmiş Ştatlarının Körfəz ölkələri ilə münasibətləri müharibədən sonra əvvəlki qaydada olmayacaq. Doğru qeyd etdiniz ki, bu ölkələr istər-istəməz bu Amerika Birləşmiş Ştatlarının bu təhlükəsizlik çətirindən məcburiyyət qarşısında imtina etməli və yeni çətir axtarmalılar. Bu başqa söhbətdir və bu başqa bir müzakirənin mövzusudur. Amma məni maraqlandıran bu Körfəzdə və yaxud da ki, İranla baş verən müharibədə Amerika Birləşmiş Ştatlarının NATO ilə və Avropa İttifaqı ölkələri ilə münasibətləri ciddi şəkildə ziyan gördü və bu ziyan görmədə də davam edib, pisləşmədə də davam edib. Heç şübhəsiz Trumpın heç əvvəldən bu Avropa İttifaqı ölkələri ilə münasibətləri heç də yaxşı deyildi. Amma hesab etmək olarmı ki, İran müharibəsi, İrana qarşı hücum burada dönüş nöqtəsi olacaq və həqiqətən
Amerika Birləşmiş Ştatları həm NATO-dan çıxacaq, üz döndürəcək və siz buna toxundunuz ki, Trump birbaşa, tək başına qərar getmə imkanına malik deyil, amma eyni halda, istənilən halda və NATO ölkələri, Avropa İttifaqı ölkələri də Trump kimi düşünürmü? Yəni onun NATO-dan çıxma fikrini asanlıqla qəbul edəcəklər, yaxud da ki, Amerika Birləşmiş Ştatlarının NATO-da qalması uğrunda mübarizə aparacaqlar. Və yaxud da ki, bu vəziyyətə gəlib çatmasının səbəbi təkcə o idimi ki, Avropa İttifaqı ölkələri, yaxud da ki, NATO ölkələri inkar etdilər. Amerika Birləşmiş Ştatlarına qoşulmaqdan imtina etdilər və imtina etməsinin səbəbləri nə idi? Haqlı idilər, haqsız idilər və bu ətrafda bir qədər müzakirə etməyi xahiş edərdim. Əslində NATO-nun yaranma tarixinə baxsaq, 48-ci il Brüssel Paktı, 49-cu il NATO-nun təsis olunmasında əsas təşəbbüskar dövlət Amerika Birləşmiş Ştatlarıdır və Amerika Birləşmiş Ştatları olmadan NATO çətirinin mövcudluğunu və davamlılığını müzakirə etmək düşünürəm ki, absurd yanaşmadır. Çünki 45-ci il 2-ci Dünya müharibəsindən sonra formalaşan yeni dünya nizamında, iki qütblü dünya nizamında məhz Avropanın təhlükəsizliyi ilə bağlı çətiri NATO yaradırdı və NATO-nun əsas maliyyə resursları, əsas hərbi resursları, məsələn Amerika Birləşmiş Ştatlarının Rusiya-Ukrayna müharibəsinin gedişatında Avropa dövlətləri öz təhlükəsizliklərini təmin edə bilmədiklərini aydın şəkildə aşkar etdilər. Bu böhran İranla başlamadı. Bu böhran əslində 5 ildir davam edən Rusiya-Ukrayna müharibəsi ilə başlamışdı. Rusiya-Ukrayna müharibəsinin son mərhələsində, yəni son 1 il ərzində Şərqi Avropa dövlətlərinin ərazilərinin təhdid edilməsi Rusiya tərəfindən, PUA-ların hər hansısa bir formada kəşfiyyat uçuşlarını həyata keçirtməsi, Estoniyada, Polşada olan belə hallar NATO-nun müdaxilə edib etməməsi məsələsini gündəmə gətirdi və biz NATO baş katibinin dəfələrlə bəyanatlarını eşitdik ki, xeyr, NATO-nun nizamnaməsi müvafiq bəndi görülür. Yəni bir dövlətə olan hücum bütün dövlətlərə olan hücum kimi qiymətləndirilmir, sadəcə məşvərət həyata keçiriləcək. Bu NATO dövlətlərində, Avropa dövlətlərində əslində ciddi etimad zədələnməsinə səbəb oldu ki, onların təhlükəsizliyi ilə bağlı suallar var. Sonra NATO-nun nizamnaməsi müvafiq bəndindən Amerikanın geri çəkilməsi məsələsi gündəmə gəldi və İran məsələsi, İrana hücum başlayandan sonra isə birbaşa NATO-dan çıxmaqla bağlı təhdidləri biz eşidirik. Qeyd etdiyiniz kimi, bəli, Amerika Birləşmiş Ştatlarının prezidentinin NATO-dan çıxmaqla bağlı tək başına qərar vermə səlahiyyəti yoxdur. Amma çox təəssüf olsun ki, nə Venezuelaya müdaxilə edəndə konqreslə məsləhətləşdi, nə də ki, İrana hücum edəndə konqreslə məsləhətləşmədi. Ona görə sabah belə bir qərar qəbul etsə, düşünürəm ki, bu təəccüb yaratmayacaq. Bunun legitimliyi sual yaradacaq, amma bu təəccüb yaratmayacaq. Çünki spontan qərar vermə təcrübəsi ilə fərqlənən liderlərdən biridir və ola bilər ki, hər hansısa bir formada özünün qərarlarını müzakirəyə çıxartmır və bunu kimləsə məsləhətləşmədən də həyata keçirir. Amma NATO-dan çıxan bir Amerikanı təsəvvür etsək, NATO-nun davamlılığı mümkün olacaqmı? Təbii ki, xeyr. Ümumiyyətlə, NATO dövlətləri ilə, Avropa dövlətləri ilə Amerikanın NATO-ya baxışı tamamilə fərqlidir. Avropa dövlətləri bəli, haqlı olaraq İranla müharibəyə qoşulmadı və çünki NATO-nun müharibəyə qoşulması o deməkdir ki, NATO artıq qlobal sistemdə təhlükəsizliklə bağlı çağırışlara birbaşa müdaxilə edən və onları tam təmin edəndir. Avropa dövlətləri üçün isə bu Avro-Atlantik məkanda təhlükəsizlik çətiridir. Yəni onların maraqlarına toxunmayan hər hansısa bir məsələdə NATO müdaxilə etmir. Niyə Orta Şərqdə baş verən proseslərdə İrana olan hücumda NATO iştirak etməlidir də hər hansısa bir formada? Bu onların tam məntiqi yanaşmasıdır. İraq istisna idi, çünki İraqda Səddam Hüseyn hakimiyyətinin devrilməsinə gətirib çıxardan hadisə 11 sentyabr hadisələri idi. Yəni bu sadəcə nüvə proqramı ilə bağlı deyildi. Çox gözəl bilirsiniz ki, 11 sentyabr hadisələrindən sonra başlayan qlobal antiterror hərəkatının bir parçası idi bu. Əfqanistanda başladı 2002-də, 2003-cü ildə sirayət elədi, İraqa doğru müdaxilə edəndə yekunlaşdı. Bu uzun müddət əslində planlaşdırılırdı. Birinci Körfəz müharibəsində də biz kollektiv müdaxiləni müşahidə etdik, çünki onların birbaşa enerji təhlükəsizliyinə təhdid var idi. Küveyt əgər İraq tərəfindən işğal olunacaqdırsa, onda qlobal sistemdə Səudiyyə Ərəbistandan sonra ikinci ən böyük neft ixracatçısı məhz İraq olacaqdı və Səddam Hüseyn qərb tərəfindən yaradılmış bir süni bir model idi. 8 illik İran-İraq müharibəsində qərb tərəfindən dəstəklənən lider kimi İranın hər hansısa bir formada inqilabı ixrac etməsinin qarşısında bir maneə kimi qoyulmuşdu. Müharibə bitdi. Müharibənin nəticəsində bir qalib yox idi. Müharibə başlayanda da İranla İraq arasında sərhəd şətəl ərəbi idi. Müharibə bitəndə də şətəl ərəbi idi və müharibə sadəcə insan tələfatı, iqtisadi çöküntü ilə bitdiyi üçün də İraq o borclardan çıxa bilmədi və bu borcların ödənilməsi ilə bağlı öhdəlikdən də Qərbdə imtina etdi, digər Körfəz ölkələrdə imtina etdi və hər hansısa bir formada dəstək vermədilər. Və bu proses 90-cı illərdən başladı əslində. 98-ci ildə biz bilirik ki, yeni sanksiyalar dalğası var Səddam Hüseyn hakimiyyəti üzərində, çünki nüvə proqramı ilə bağlı iddialar da var idi və sonradan 2001-ci ildə olan proseslər əslində 90-cı illərdə Amerika tərəfindən Orta Şərq siyasətinin formalaşdırılmasının bir davamı idi. Və Amerikanın bu formada Orta Şərq siyasətinə Avropa dəstək vermək
istəmir. Çünki təcrübədə gördük ki, Rusiya-Ukrayna müharibəsində Amerika onu dəstəkləmir. Onun təhlükəsizliyinin təminatçısı deyil. Bu məsələyə görə çıxmanızı istəyirdim ki, bəlkə də bu günləri Avropa İttifaqı ölkələri, yəni deyək ki, düzdür, NATO qoşulmur, bu NATO'nun işi deyil, prinsip etibarında. Gözəl əsaslandırdınız ki, NATO'nun hər hansı bir ölkəsinə hücum olunmayıb və hücum olduğu təqdirdə istəsələr qatıla bilərlər. Amma Avropa İttifaqı ölkələrinin əsas cavab verməməsi, Trumpın çağırışlarına cavab verməməsi bəlkə də Rusiya-Ukrayna müharibəsi ilə birbaşa bağlı ola bilər. Axı bu vaxta qədər, İran-İraq müharibəsi başlayana qədər Avropa İttifaqı ölkələri, xüsusən ki Fransa, Almaniya, Böyük Britaniya, İtaliya çox ciddi şəkildə Amerika Birləşmiş Ştatlarından tələb edirlər, xahiş edirlər, müraciət edirlər ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın deyil, Ukraynanın tərəfini saxlasın. Yəni Ukrayna yardım etsin və Amerika Birləşmiş Ştatları prezidenti bunu eşitmədi, onları eşitmədi və Rusiya ilə əvvəlki olan münasibətlərini davam etdirməyə başladı və hətta bəyan elədi ki, Zelenskiyə təzyiqlər eləməyə başladı ki, Rusiya nə istəyir, onu verin, müharibəni bitsin. Bəlkə elə bu məsələdir, digər məsələlərdən başqa ən başlıca rol ilə bu məsələdir ki, Avropa İttifaqı ölkələri Amerika Birləşmiş Ştatlarının Rusiya-Ukrayna müharibəsində Ukrayna mövqeyini deyil, Rusiya mövqeyini tutması məsələsi gətirib ona çıxardı ki, bu günləri ən azından heç bir Avropa ölkəsi Amerika Birləşmiş Ştatlarının yanında deyil. Və Trumpın dəfələrlə bəyan etməsinə baxmayaraq ki, yenə də bəyan edir ki, bu Hörmüz məsələsi, Hörmüz boğazı məsələsi mənim məsələm deyil. Yəni onlar necə Ukrayna-Rusiya müharibəsində deyirdi ki, Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqının və Avropa ölkələrinin daha ciddi şəkildə maraqlandıran, ilgiləndirən bir müharibədir və indi yenə də deyir ki, Hörmüz boğazı bizim işimiz deyil, bizim Hörmüzdən asılılığımız yoxdur. Amma baxmayaraq ki, Amerika Birləşmiş Ştatlarının məhz İrana müdaxiləsi və Hörmüzdə olan hadisələr bu günləri dünyada enerji daşıyıcılarının qiymətinin, xüsusən neftin qiymətinin 120-130 dollara qədər qalxmasına səbəb olub. Əgər sizi maraqlandırmırsa Amerika Birləşmiş Ştatları, bəs bu qiymətlərin qalxmasında sizi günahlandırırlar. Bu birbaşa sizin marağınız deyilmi? Və indi iddia edir ki, məhz Avropa İttifaqı ölkələri istifadə edirlər bu boğazdan daha çox öz enerji ehtiyaclarını təmin etmək üçün, onlar da açsınlar bu yolu və bunun müqabilində də Böyük Britaniyanın baş naziri bildiyimiz kimi 35 dövlətdən ibarət bir koalisiya yaratmaq istəyir ki, gələcəkdə Hörmüz boğazının təhlükəsini təmin etmək üçün və oradakı gəmiləri müşayiət etmək üçün hərbi qüvvələr. Və bəzən bunu adlandırırlar ki, bu gələcək NATO'nun yaxud da ki, Amerika Birləşmiş Ştatları olmadan NATO'nun qurulması haqqında işarədir və s. və s. Və həqiqətən də bu Avropa İttifaqı ölkələri ciddi şəkildə qəbul edirlər Trumpın NATO'dan çıxmaq məsələsini. Yoxsa yenə də onun ağlına gələn bir fikir kimi qiymətləndirirlər. Ciddi yanaşırlarmı? Öz təhlükəsizlikləri üçün ciddi düşünürlərmi? Yaxud da ki, düşünürlər ki, Trump bu gün hakimiyyətdədir, 2 ildən sonra, 1 ildən sonra hakimiyyətdə olmayacaq, ondan sonra vəziyyət düzələ bilər. Sadəcə Trumpla Amerikanın ümumiyyətlə strateji hədəflərini tam elə eyniləşdirmək doğru deyil. Çünki respublikaçıların və demokratların dövründə strateji hədəflərdə fərqlilik olmasa da, ümumiyyətlə taktiki gedişlərdə ciddi fərqlər olduğunu biz aydın gördük. İstər Biden dövrü ilə Trump dövrünü müqayisə etsək, istərsə də daha əvvəlki prezidentlərin dövrünə baxsaq. Amma mən düşünürəm ki, bəli, ciddi olaraq qəbul olunub. Çünki NATO baş katibinin Amerika səfəri çərçivəsində müzakirə olunan məsələlərdən əsas gözlənti məhz bu istiqamətdədir ki, Amerika Birləşmiş Ştatlarının müvafiq qaydada NATO-dan çıxmaqla bağlı olan bəyanat hər hansı bir real addımlarla müşayiət olunması. Real addımlarla müşayiət olunduğu halda bu NATO üçün indiki məqamda ciddi boşluq yaradacaq. Çünki üz dövlətlərin hələ ki tam öz təhlükəsizliklərini tam təmin etmək resursları və potensialları da yoxdur. Sizin də qeyd etdiyiniz kimi, əslində Rusiya-Ukrayna müharibəsi bunun başlanğıc nöqtəsi idi və baş verən hadisələrdə Rusiya-Ukrayna müharibəsinin təsiri varmı? Var. Yəni istisnasız olaraq bunu qeyd etməliyik. Çünki əgər Avropanın təhlükəsizliyinə Amerika hər hansı bir formada zəmanət vermir ya da məsuliyyət götürmürsə, onda Amerikanın strateji hədəflərinin yerinə yetirilməsində də Avropa dövlətləri qarşılıqlı olaraq hər hansı bir addım atmırlar. Amma ilkin mərhələdə istər Fransa, istər Böyük Britaniya öz hərbi bazalardan istifadə etməyə icazə verdiklərini açıq şəkildə bildirmişdilər və eyni zamanda Böyük Britaniyanın donanması, hərbi gəmiləri, eyni zamanda İspaniyanın hərbi gəmiləri təhlükəsizlik məqsədi ilə yaxınlaşmışdı Orta Şərq sahillərinə. Amma Körfəz ölkələrinin ümumilikdə Körfəzdə baş verən proseslərin hər hansı bir formada bir parçası olmaq istəmədiklərini ilk İspaniyanın baş naziri açıq bəyanatla ifadə etmişdi. Daha sonra İtaliya hava məkanından istifadə etməyə icazə vermədi və bu aydın şəkildə göstərdi ki, artıq Avropa
dövlətlərində bununla bağlı konsolidasiya var, həmrəylik var və heç bir halda istəmirlər ki, İranda baş verən proseslərin iştirakçısı olmasınlar. Burada ciddi ölçüdə İranın cavab reaksiyalarının da təsiri var deyə düşünürəm. Çünki Hind okeanında Böyük Britaniyanın və Amerika Birləşmiş Ştatlarının hərbi bazalarının vurulması əslində Avropa dövlətlərinə verilmiş önəmli mesaj idi. Yəni o Hind okeandakı hərbi bazanı vurmaqla paralel olaraq London daxil olmaqla bir çox Avropa paytaxtlarını da vura bilər. Yəni İran bu potensiala sahib olduğunu nümayiş etdirdi və əgər bu çağırışa qoşulsalar, onların birbaşa ərazi təhlükəsi ilə bağlı təhdidlər də olacaq. Bu çağırışa qoşulmalılar və İranın bu səviyyədə qalmasını və bundan sonra daha da inkişaf etdirməsini bu günlərə əgər 4000, 5000 kilometr raketi varsa, sabahları eyni vəziyyətdə qalsa 6-10 min kilometrlik məsafədə raketlər istehsal edəcək və bu eyni zamanda məsələ həmin Avropa İttifaqı ölkələri üçün təhlükə deyilmi gələcək? Bunun əslində məsuliyyətini yenə Amerika daşıyır. Bayaq qeyd etdiniz, yəni Hörmüz boğazından keçid enerji təhlükəsi ilə bağlı Amerika deyilir ki, onun üçün çox da ciddi təsir gücünə sahib deyil. Təsir gücünə sahib deyilsə öz rezervlərinin dünya neft bazarında neftin qiymətinin sabit saxlanılması üçün niyə çıxartdı? Yəni əgər hər hansısa bir formada o məsuliyyəti də qəbul etmirsə, bu təsir gücünü də qəbul etmirsə, nə vaxta qədər öz rezervlərindən istifadə edərək dünya neft birjasında neftin qiymətinin sabitləşdirilməsi istiqamətində müəyyən bir təsir gücündən istifadə edəcək? Müharibə əvvəl-axır bitməlidir, deyilmi? Və Hörmüz boğazı sadəcə İran üçün deyil. İran üçün bəli, nəfəslikdir, kifayət qədər önəmli bir açıq qapıdır və İran bütün ticarətini Hörmüz boğazı vasitəsilə həyata keçirdiyi üçün öz varlığını davam etdirməsi üçün vacibdir. Amma enerji təhlükəsizliyi amili Rusiya-Ukrayna müharibəsinin gedişatında da aydın göstərilir ki, dünyada ən əsas aparıcı istiqamətdir və təsir mexanizminə sahibdir. Avropa dövlətləri də eyni qaydada müharibənin gedişatında Rusiyaya niyə təzyiq edə bilmirlər? Çünki qaz alışında Rusiyadan asılıdırlar. Hələ 2027-ci ilə qədər planlaşdırırlar ki, 2027-ci ildə Rusiyadan qaz alışını dayandıracaqlar. Ondan sonra Ukraynaya tam dəstək verə biləcəklər. Belə bir şəraitdə alternativ bütün mənbələrin bloklanması, Orta Şərqdə yenidən bir enerji böhranı Avropanın da maraqlarına uyğun deyil. Razıyam, İranın yaratdığı təhdid, təhlükə daha üst səviyyədədir. Amma bu təhdidlə mübarizə aparmağın yolu diplomatik danışıqların bərpa olunmasıdır. Hər bir ritorikası, müharibə, hərbi müdaxilənin davam etdirilməsi İran üzərində görünən odur ki, rejim dəyişikliyini gətirib çıxartmadı. Rejim dəyişikliyini gətirib çıxartmadığı halda da nə qədər müddət, neçə ay hava hücumları davam edə bilər? Quru əməliyyatlar onsuz istisna edilmir, amma quru əməliyyatları Amerika Birləşmiş Ştatları üçün çıxılmaz bir qapı ola bilər və o Amerika üçün məğlubiyyətin başlanğıcı olacaq. Məğlubiyyət deyəndə biz faktiki məğlubiyyətdən danışmırıq, strateji məğlubiyyətdən danışırıq. İranın qalib gəlməsindən danışılır. Heç də İranın Amerika Birləşmiş Ştatları və İsrail qalib gəlməsindən deyil, amma onların hədəfinə çatmamağından danışır. Təbii ki, doğru buyursunuz. Və məni təbii ki, siyasi politoloq olaraq da müsahiblərimdən soruşurdum ki, münasibətini soruşurdum ki, və mənim üçün də maraqlıdır, müharibənin bitməsini necə gözləyirsiniz? Yaxın gələcəkdə gözləyirsiniz, uzaq gələcəkdə gözləyirsiniz, ya hansı şərtlər daxilində gözləyirsiniz? Və nəyə görə bu sualı verirəm? Ona görə ki, Amerika Birləşmiş Ştatları müharibənin bitməsini, hərbi əməliyyatların bitməsini özünəməxsus şəkildə görür. İsrail isə özünəməxsus. Yəni bunların özünəməxsus formada görməkləri arasında ciddi fərqlər var. Məsələn, İsrail istədiyi başqadır hücum etməkdə, Amerika Birləşmiş Ştatlarının. Və ümumiyyətlə sizin fikrinizi bilmək istəyirdim. Ümumiyyətlə müharibənin bitməsini yaxın günlərdə gözləyirsinizmi? Gözləmirsiniz. Bitərsə hansı şərtlər daxilində bitəcək? Müharibənin bitməsi deyil də hərbi əməliyyatların qısa müddətli dayanması, atəşkəsin əldə olunması ehtimalı yüksəkdir. Bəli, qarşılıqlı olaraq əslində bununla bağlı istək də var. İran da buna hazır deyil, uzun müddətli əməliyyatların davam etdirilməsinə. Amerika Birləşmiş Ştatları da hazır deyil. İsrailin artıq biz əməliyyatları tamam fərqli istiqamətdə yönləndirdiyini də görürük. Çünki Livanda əməliyyatlar davam edir Hizbullah üzərində və Orta Şərqdə bütün prosesi bərabər şəkildə davam etdirməyə çalışır. Qəzzada, Livanda, eyni zamanda Hizbullah üzərində mübarizə davam edir. Düzdür, Yəməndə Husilər də aktivləşiblər. Amma başqa məsələdən xəbər verir axı. Məsələn, İsrail Amerika Birləşmiş Ştatlarının ordusunun regionda olmasından istifadə edərək bütün problemlərini həll etməyə çalışır. Eyni anda hamısını həll etməyə çalışır. Bu da təəssüf yaradan əsas məqamlardan biridir əslində. Paralel şəkildə Orta Şərqdə yaranmış o münaqişələrin hər biri fərqli istiqamətdə İsrailin hədəflədiyi kimi, Amerika Birləşmiş Ştatlarının hədəflədiyi kimi cərəyan edə bilər. İran məsələsində olmaya bilər, amma Livanda öz hədəflərinə doğru lazımi atışlar ata bilir və öz hədəflərinə nail olmaq üçün irəliləyə bilir. Və eyni zamanda Qəzza məsələsi hələ də açıq qalıb. Yəni Sülh Şurası qurulub və Qəzzada proseslərin idarə olunması ilə bağlı, amma İranla müharibə başladığı üçün artıq ikinci sıraya, hətta üçüncü sıraya keçdi. Çünki ikinci sırada Rusiya-Ukrayna müharibəsi daha çox müzakirə olunur və İran müharibəsi, İranla Amerika arasında olan müharibə qısa müddətdə bitə bilərmi? Qısa müddət dediyimiz şərti
anlayışdır. Yəni bu 1 ayda ola bilər, 5 ayda ola bilər, 1 ildə çəkə bilər, amma böhran heç vaxt bitməyəcək. Yəni nə Amerika ilə İran arasında, mövcud rejim arasında böhranın qısa müddətdə bitəcəyi gözləniləndir, nə də İsrail ilə İran arasında əzəli rəqabətin sona çatacağı gözləniləndir. Çünki birmənalı şəkildə bunun sona çatmaq üçün İranın nüvə proqramından imtina etməsi lazımdır. İran nüvə proqramından imtina etməyəcək kimi görünür, onsuz heç bir halda bunu qəbul etmir və nüvə proqramını hər hansısa bir hərbi məqsədlər üçün deyil, dinci məqsədlər üçün olduğunu iddia edir. Bu iddialar qarşılıqlı olaraq hər hansısa bir arqument əsaslı deyil, onsuz. Hər iki tərəf bir-birini sadəcə ittiham edir. Ona görə də bu müddəanın hər zaman açıq qalacağı bir gələcəkdən danışırıqsa biz, İrana qarşı hansı təzyiq mexanizmlərinin işlənəcəyi perspektivindən yanaşmağımız daha doğru ola bilər. Yəni İran nüvə silahına nail olmaqla bağlı uranın zənginləşdirilməsinə nail olubmu? Buna mütəxəssis rəyi lazımdır. Bu rəydən sonra artıq beynəlxalq birliyin hər hansısa bir mövqeyi nümayiş etdirilib İranın çəkindirici amili ola bilər. İndiki iddialar əsasında İran deyir ki, mənim nüvə silahım yoxdur. Amerika deyir ki, mən tam məhv eləmişəm, amma yenə də davam etməyə çalışır. Hətta bəzi həmkarlarımız düşünür ki, kifayət qədər də məntiqli yanaşmadır və əsaslandırılmalıdır ki, quru əməliyyatların əsas hədəflərindən biri odur ki, nüvə potensialının ölçülməsi istiqamətində kəşfiyyat araşdırması aparıla bilsin İranın daxilinə doğru. Bu da real senarilərdən biridir. Ola bilər ki, ona görə də quru əməliyyatları davam etsin və sadəcə qalib gəlmək üçün deyil, İran daxilində nüvənin olub-olmaması ilə bağlı kəşfiyyat xarakterli addımlar atılması üçün. Yəni 1 milyonluq qoşuna qarşı mübarizə apara bilərmi? İran daxilində boşluqların olduğunu əslində müharibənin ilk günündə Ali Dini lider öldürüləndə aydın görə bildik. Yəni agentlər yetəri qədər yerləşdirilib. Yəni bu çox çətin olmayacaq onlar üçün. Ona görə İran üçün də toparlanmaq və hakimiyyəti möhkəmləndirmək üçün müəyyən bir fasiləyə, vaxta ehtiyac var. Ola bilər ki, Amerika Birləşmiş Ştatları indiki halda müharibəni, yaxud da ki, sizin qeyd etdiyiniz kimi raket atəşlərini, hərbi əməliyyatları müəyyən müddətdə dayandırsın. Yəni bildiyimiz kimi Amerika Birləşmiş Ştatlarında qarşıda iyun ayında seçkilər keçirilir və ən azından seçkilərə qədər müharibəni sadəcə hədəflər başa çatdı, məqsədimizə çatdıq deyərək müharibəni saxlayır, amma yeni müharibə hazırlamaq üçün gedir və seçkilər keçirildikdən sonra yenə də İranla danışıqlar aparmaq cəhdi edilir. İranlı danışıqlar və diplomatik yollarla razı sala bilməsələr yenidən Amerika Birləşmiş Ştatlarında keçiriləcək bu seçkilərdən sonraya saxlasınlar və sonra başlasınlar. Bu ehtimal da istisna olunmur və əslində 12 günlük müharibədən sonra bu qədər fasilə verilməsi və martda başlanması, fevralda başlanması onu deməyə əsas verir ki, ola bilər. Yəni bu senari yenidən təkrarlana bilər. Hətta may ayına qədər Rusiya-Ukrayna müharibəsində Rusiya və Ukrayna tərəfindən Trampın vaxt verdiyini də bilirik. Danışıqlar prosesinin uğurlu şəkildə irəliləməsi üçün. Bu o deməkdir ki, iyunda baş verəcək seçki öncəsində bütün münaqişələri dondurmağı planlaşdırır və o dondurulmuş münaqişələr seçkidən sonraki mərhələdə yenidən aktivləşə ya da aktiv bir fazaya keçə bilər. Çünki hər ikisi, nə Rusiya-Ukrayna müharibəsi, nə də İranla baş verən proseslər qısa müddətdə 1-2 ay ərzində həll oluna biləcək bir məsələ deyil. Biz neçə raund görüşlərin keçirildiyini müşahidə edirik. O görüşlərin nəticəsində nə əldə olunub? Rusiya-Ukrayna müharibəsində 5 ildir davam edən danışıqlar prosesində İstanbul danışıqları taxıl sazişindən başqa humanitar yönümlü hər hansısa bir nailiyyət əldə olunubmu? Xeyr. Ancaq hamına prinsip əsasında qarşılıqlı olaraq girovların və ölmüş insanların cəsədlərinin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub. Nə ərazi bütövlüyü ilə bağlı, nə işğal olunmuş ərazilərin konkret hər hansısa bir sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı, nə kompensasiya öhdəliyin götürülməsi, Rusiya tərəfinin geri çəkilməsi, Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi, yəni bir çox məsələlər var ki, hamısı açıqdır. O məsələlərlə bağlı təklif Trump tərəfindən səsləndirildi. O da birmənalı şəkildə onsuz imtina olundu. Demək olar ki, 90% şərtlərin hər biri, müddəaların hər biri sadəcə Rusiyanın maraqlarını təmin etmək istiqamətində idi və Ukraynanın ərazi bütövlüyündən söhbət belə gedə bilməzdi. Və indiki mərhələdə 5 ildə əgər buna nail ola bilməyiblərsə, 3 aylıq qısa bir dövrdə buna nail olmaq üçün hansı təzyiq mexanizmlərindən istifadə olunacaq ya da ki, İran üzərində hansı təzyiq mexanizmləri istifadə olunacaq ki, 2015-ci ildən bu günə qədər o böhranlı mərhələdən nüvə proqramının ləğv olunması, uran zənginləşdirilməsinin dayandırılması ilə bağlı İranın götürmədiyi öhdəliklərə götürülməsi ilə bağlı hər hansı bir şərtlər razılaşdırılsın. Ali dini lider öldürüləndə belə geri çəkilmədi. Yəni Sepah hücumlarını davam etdirdi, asimetrik cavab reaksiyalarını verdi, bütün qonşu ölkələri müharibəyə yaymağa, müharibənin arealını genişləndirməyə çalışdı. Bundan sonraki mərhələdə əgər təzyiq maksimum dərəcədə olacaqsa, mən düşünürəm ki, əslində maksimum təzyiq taktikasından istifadə etməməsinin Amerika Birləşmiş Ştatlarının əsas səbəblərindən biri də odur ki, İranın nüvə potensialıyla bağlı konkret bilgiyə sahib deyil, konkret informasiyaya sahib deyil və İranın mövcud idarəçilik sistemi Sepah ölçülə bilən, proqnozlaşdırıla bilən deyil. Yəni son həddə əlində olan potensialdan istifadə edə bilərmi? Bunu heç kim ölçə bilməz. Bununla bağlı konkret proqnozu heç kim verə bilməz. Biraz ehtiyatlı davranmalarında düşünürəm ki, ən əsas təşviq edici amillərdən biri də budur.
Mən hesab edirəm ki, burada nöqtəni qoymaq olar və müzakirə etməyə məsələlər çoxdur və hesab edirəm ki, bunları gələn görüşlərə, gələn müzakirələrə saxlayaq. Və təşəkkür edirəm sizə Aytan xanım və minnətdaram və çox sağ olun, çox ciddi müzakirələr apardıq və mən hesab edirəm ki, hörmətli tamaşaçılar üçün də bu çox maraqlı olacaq və bizi dəstəkləyəcəklər ki, həm layihəmiz irəli getsin, həm də ki, dünyada baş verən hadisələrdən vaxtında və ətraflı şəkildə xəbərdar ola bilsinlər. Çox sağ olun, bir daha minnətdarım, sağ olun.